İmişlidə 15 iyun Milli Qurtuluş Günü münasibətilə Milli Qurtuluşdan Zəfərə adlı tədbir keçirilib. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. İmişli rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşmasında ümumi lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. O qeyd edib ki, müasir Azərbaycan tarixinin parlaq səhifələri heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Çıxış edən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev vurğulayıb ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndər tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Həmçinin hazırda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyi diqqətə çatdırılıb. Milli Məclisin deputatı Səyyad Aran qeyd edib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycanın rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. İmişli rayon prokuroru Valeh Səmədov çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev milli dövlətçiliyin gücləndirilməsinə və ölkəmizin beynəlxalq aləmdə nüfusunun artmasına misilsiz töhfələr verib, xalqımızın qəlbində əbədi yaşarlıq qazanıb. Çıxışlardan sonra partiya sıralarının yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Onlara uğurlar arzulanıb. Tədbirin rəsmi hissəsindən sonra İmişli rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət Məktəbinin birgə hazırladığı konsert proqramı olub. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Aydın Yavərzadə, Yusif Əliyev bu gün informasiya proqramı üçün.